Salam əziz həmvətənlərimiz, hal-hazırda biz Xətai rayonu məhkəməsinin qarşısındayıq. Rühəngiz xanımla bir yerdə. Deməli, Xətai rayonu prokurorluğuna, hüquq mühafizə orqanlarına öz təşəkkürümüzü həqiqətən də bildiririk ki, ona görə ki, Azərbaycan dövləti hüquqi dövlətdir. Deməli, Rühəngiz xanımın şikayəti əsasında məlumatlarını verdirib, bağça müəlliməsidir Rühəngiz xanım və bağça müdürü haqqında məlumatlar verilmişdi və vətənpərvərliyini ilk növbədə göstərib. Mən şəxsən öz adımdan da öz təşəkkürümü bildirirəm ki, bəli, dövlətin əmlakını kimliyindən, vəzifəsindən asılı olmayaraq bunu mənimsəyə bilməz, yeyə bilməz. Təbii ki, 179.2.3-cü maddəsi ilə və 179.2.4-cü maddəsi ilə bağça müdiriyyətinə cinayət işi qaldırılıb. Məhkəmə bugün sondur. Biz ümidvarıq ki, məhkəmə son qərarını verici, ədalətli qərarını verici və o xanım da cəzasını qanun çərçivəsində çəkəcək. Rühəngiz xanım, siz də öz fikirlərinizi bildirərdiniz zəhmət olmasa. Mən də bugün Nəzir olub, ucadan zəhmət olmasa. Gəldi mənim şikayətim əsasında, yoxlama gəldi. Xətai rayon məhkəməsi prokurorluğuna da mən şikayətimi bildirdim. Sağ olsunlar, oradan gəldilər elə biçim. Bütün sənədləri ekspertiz yapardılar. 8 ölü can, nə qədər yeyindi, maliyyə yoxlaması açıldı. Maliyyə yoxlamasında 172.400 manat bu xanımın, yəni ki, dövlətə vurduğu ziyan, yəni ki, hamısı aşkar olundu. Sonra yenə bu xanım yenə ki, öz vəzifəsində idi, yenə işçiləri şantaj edirdi, yenə işçiləri, yəni hərəsini bir yolla şantaj edirdi ki, siz ərzələrinizi geri götürün, üzərinizdə olan pulları geri götürün. Bəzilərinə, yəni ki, bəzi qızlar yəni geri götürmədilər, amma bəzilərinə çox həqiqətən də təsir elədi, onlar ərzələrini dəyişmək məcburiyyətində qaldılar. İndi iş axır ki, prokurorluqdan keçdi, deməli elə bil ki, məhkəməyə keçdi. Məhkəmə istintaqı da aparılır. Bəli, aparılır. Bugün də məhkəmə sonudur. Artıq bir ildir. Keçən ilin aprel ayından məhkəməyə ötürüldü, Xətai rayon məhkəməsinə. Bugün eşitdiyimizə görə artıq sondur. Eşitdiyimizə görə bilmirik nəticəsi nə olacaqdır. İnşallah. Amma məhkəmədən şəxsən mən və bizim bütün kollektivimiz yəni ədalətli qərar gözləyir. İnşallah ədalətli qərar verici, cəzasız qalmayacaq. Bəli. Təbii ki, 179.2.3-cü maddəsi ilə və 179.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. İnşallah ədalətli qərar veriləcək Allahın köməyi ilə. Sizə də İsmail müəllim çox təşəkkürümüzü bildiririk. Yəni ki, biz dövlətimizdən, məhkəməmizdən ədalətli qərarımızı gözləyirik. İnşallah ədalətli qərar olacaq və cəzasız, mən bunu tam əminliklə söyləyirəm ki, cəzasız qalmayacaqdır. İnşallah. Qanun çərçivəsində cəzasını alaraq cəzalandırılacaq. Bəli. Dövlətin əmlakını kimliyindən, vəzifəsindən asılı olmayaraq heç bir şəxs yeyə bilməz, mənimsəyə bilməz. Bu dövlətin əmlakıdır. Hər birimiz dövlətin əmlakını bir Azərbaycan Respublikasının vətəndaşı olaraq hamımız qorumalıyıq. Bəli, bir vətəndaş kimi də mən öz üzərimə düşən öz borcumu Təşəkkür edirəm ki, dərhal işlədiyiniz müəssisədə gördünüz əmlak yeyintisi, mənimsəmə, dələduzluqla mənimsəməni siz görərək tez dərhal hüquq mühafizə orqanlarına məlumat vermişsiniz və hüquq mühafizə orqanları üzərinə düşən ötəliyi də yüksək səviyyədə icra edərək, cinayət işini qaldıraraq məhkəməyə materialı yollayıblar və məhkəməmiz də ədalətli bir qərar çıxardacaq inşallah. Hüseynova, Aygün xanım, mən ümidvar, Həsənova ümidvaram ki, ədalətli bir qərar verəcək. O xanım da cəzasız qalmayacaqdır. Təşəkkür edirəm İsmail müəllim sizə. Çox sağ olun.